Hər kəs salamlayıram. Səsvermədə olimpiada suallarının izahını istədiniz deyə bu videoda olimpiadada düşmüş belə bir maraqlı tənliyin həllinə baxacağıq. Deməli, sual 2017-ci il ISMO Centro Americano Matematika Olimpiyat sualıdır və 3-cü sualdır. Sualda deyir ki, x, y tam ədədlərdir və y böyük bərabər 0-dır. Bütün elə x, y tam ədəd cütlüklərini tapın ki, bu bərabərlik ödənsin. Burada da y ona görə 0-dan böyük verib ki, y faktorial deyə bir ifadə var. Gəlin keçək həllə. Baxın, mən burada görürəm ki, x kvadrat üstəgəl 2xy var. Bu mənə nəyisə xatırladır. Nəyi xatırladır? X üstəgəl y-in kvadratını xatırladır. Əgər mən x üstəgəl y-in kvadratından y kvadrat çıxsam, nə alacam? X kvadrat üstəgəl 2xy. X kvadrat üstəgəl 2xy-in əvəzinə bu ifadəni yazaq. Görək nə olur. X üstəgəl y-in kvadratı çıxılsın y kvadrat üstəgəl y faktorial bərabərdir 131. İndi baxın, gördüyünüz kimi x üstəgəl y-in kvadratı 0-dan həmişə böyük bərabərdir. Çünki bir tam kvadrat ədəddir. Onda mən hər iki tərəfə y faktorial çıxı y kvadrat əlavə eləsəm, yəni x üstəgəl y-in kvadratı üstəgəl y faktorial çıxılsın y kvadrat nədən böyük bərabər olacaq? Hər tərəfə y faktorial çıxılsın y kvadrat gəlirəm. Baxın, bu ifadə bərabərlikdən də göründüyü kimi 131-ə bərabərdir. 131 yazıram əvəzinə. 131 böyük bərabərdir y faktorial çıxılsın y kvadrat. Yəni y faktorial çıxılsın y kvadrat kiçik bərabərdir 131. Burada mən y faktorialı y vurulsun, y çıxılsın 1 faktorial şəklində yaza bilərəm. Çıxılsın y kvadrat kiçik bərabərdir 131. Lakin y çıxılsın 1 faktorialdan danışa bilməyimiz üçün bu faktorial daxili ifadə 0-dan böyük bərabər olmalıdır. Yəni y-imiz böyük bərabər 1 olmalıdır. Amma şərtdə nə verib? Y böyük bərabərdir 0 verib. Onda mən y-in 0 ola bilmədiyini göstərsəm, həllimə davam edə bilərəm. Göstərək ki, y 0 deyil. Tutaq ki, y 0 olsun. Y 0 olanda, baxın, bu bərabərlikdə y-in əvəzinə 0 yazaq. Onda nə əldə edərik? X kvadrat üstəgəl 2x vurulsun 0 üstəgəl 0 faktorial bərabərdir 131. Davam eləsək, x kvadrat bu zaten 0-dır, 0 faktorial da 1-dir. Üstəgəl 1 bərabər 131. Yəni x kvadrat bərabər 130. Bilirik ki, elə bir tam ədəd yoxdur ki, kvadratı 130 eləsin. Deməli, y-imiz 0 ola bilməz. 1-dən böyük bərabərdir. Onda həllimizə davam edək. Burada y-i mötərizə xaricinə çıxarsam, alaram ki, y çıxılsın 1 faktorial, çıxılsın y kiçik bərabərdir 131. Burada hər tərəfi y-ə bölək. Y-ə bölsəm, bu y gedəcək. Burada 131 bölünsün, y qalacaq. Yəni y çıxılsın 1 faktorial, çıxılsın y kiçik bərabərdir 131 bölünsün y. Baxın, bizim y-imiz müsbət tam ədəddir. Deməli, mən 131-i hansısa bir müsbət tam ədədə bölsəm, 131-dən kiçik bir ədəd alacam. Yəni, bu ədəd əslində 131-dən kiçikdir, yaxud bərabər də ola bilər. Çünki y bərabər 1 halda var, ona görə kiçik bərabər yazıram. Yəni, əldə edirəm ki, y çıxılsın 1 faktorial, çıxılsın y kiçik bərabərdir 131. Bu bərabərsizlikdən növbəti səhifədə istifadə edək. Gəlin, burada bir-bir hallara baxaq. Y bərabər 1, y bərabər 2. Bu şəkildə davam edək. Baxın, y bərabər 1 olsun. Y bərabər 1 olduqda 0 faktorial çıxılsın 1, kiçik bərabərdir 131. Bu bərabərsizlik düzdür. Çünki 0 faktorial 1-dir. 1-dən 1 çıxanda da 0 kiçik bərabər 131. Bu halı yadda saxlayaq. Y bərabər 2 halına baxaq. Bu zaman 2 çıxılsın 1, yəni 1 faktorial, çıxılsın 2, kiçik bərabər 131. Yəni -1, kiçik bərabər 131. Burada da bir problem yoxdur. Y bərabər 3 halına baxaq. 3 çıxılsın 1, yəni 2 faktorial, çıxılsın 3, kiçik bərabər 131. Yəni 2 çıxılsın 3, kiçik bərabər 131. Bu da doğrudur. Y bərabər 4-ə baxaq. Yəni 3 faktorial, çıxılsın 4, kiçik bərabər 131. Buradan da 6 çıxılsın 4, kiçik bərabər 131. Bu da doğrudur. Davam edək. Y bərabər 5 olsun. O zaman 4 faktorial, çıxılsın 5, kiçik bərabər 131. Yəni 24-dən 5 çıxırıq. 19, kiçik bərabər 131. Y bərabər 6-ya baxaq. 5 faktorial çıxılsın 6, kiçik bərabər 131. Yəni 120 çıxılsın 6, kiçik bərabər 131. Bu da doğrudur. Y bərabər 7-yə baxaq. 6 faktorial çıxılsın 7, kiçik bərabər 131. Buradan da 720-dən 7 çıxanda 713, kiçik bərabər 131. Aha, baxın, bu doğru deyil. Bu qətiyyən doğru deyil. Biz göstərək ki, y-in 7 və 7-dən böyük qiymətlərində bu bərabərsizlik ödənə bilməz. Bunu göstərsək, y-in 1-dən 6-ya qədər qiymətlərində bizə verilən bərabərliyi yoxlaya bilərik. Baxın, gəlin göstərək ki, 7 və 7-dən böyük qiymətlərdə bu bərabərsizlik ödənmir. Bunun üçün mən riyazi induksiya metodundan istifadə edəcəm. Tutaq ki, baxın, y bərabər a ədədi var. Yəni, elə bir y bərabər a ədədi var ki, bu ifadə 131-dən kiçik bərabər yox, böyük olsun. Yəni, y çıxılsın 1 faktorial çıxılsın y 131-dən
böyük olsun. Ona görə y-in əvəzinə a yazıram. Yəni a çıxılsın 1 faktorial çıxılsın a böyük bərabər 131 olsun. Yəni biz bunu fərz eləyək. Böyük bərabər yox, böyükdür 131 olsun. Biz bunu fərz edək və göstərək ki, y bərabər a üstəgəl 1 halında bax bu ifadə yenə də 131-dən böyük olacaq. Gəl göstərək. Y bərabər a üstəgəl 1 olduqda bu ifadə nə olur? A faktorial. Yəni yazıram a faktorial çıxılsın nədir? Y-in əvəzinə yenə a üstəgəl 1 yazıram. Çıxılsın a üstəgəl 1 bərabərdir. A çıxılsın 1 faktorialdan istifadə etmə məqsədi ilə a faktorial necə yazacağam? A vurulsun a çıxılsın 1 faktorial. Çıx a, çıx 1. Baxın, buradan əldə edirəm ki, a çıxılsın 1 faktorial böyükdür 131 çıxılsın a-dan. Onda bu ifadə böyük olacaq. Böyük bərabər yox, böyük olacaq. Nədən? A minus 1 faktorialın əvəzinə 131 çıx a yazıram. A vurulsun 131 çıx a, çıxılsın a, çıxılsın 1 bərabərdir. 131 a çıxılsın a kvadrat, çıxılsın a, çıxılsın 1 bərabərdir. Üzürlü sayın 131 çıxılsın a yox, 131 üstəgəl a olmalı idi. Üzürlü sayaq, üstəgəl a yazaq. Aha, burada mənfi a-nı digər tərəfə atanda müsbət a olmalıdır. Aha, davam edək. 131 a-dan a-nı çıxanda 130 a üstəgəl a kvadrat çıxılsın 1. Biz nəyə göstərmək istəyirdik? Y-in 7 və 7-dən böyük halları üçün bunun ödənmədiyin. Yəni zaten biz burada y bərabər 1, 2 hallarına baxmırıq. Ona görə də buradakı a ədədin nə edə bilərik? 1-dən böyük götürə bilərik. Hətta 2-dən də böyük götürə bilərik. Çünki biz 7 və 7-dən böyük halları araşdırırıq ki, bu halda ödənmədiyini göstərək. Onda bu ədəddə a-nı 2-dən böyük götürək. Onda böyük olacaq nədən? 130 vurulsun 2. Üstəgəl 2-nin kvadratı çıxılsın 1. Bərabərdir 260 üstəgəl 4 çıx 1. Bu da o deməkdir ki, 263. Yəni gördüyümüz kimi bu ifadə nə oldu? 263-dən böyük oldu. Yəni konkret a faktorial çıxılsın a üstəgəl 1 böyük olur 131-dən. Yəni biz nəyi sübut elədik? Y-in hər hansı a qiymətində əgər bu bərabərsizlik ödənirsə, yəni burada 131-dən böyükdürsə, bunun əksi ödənirsə, onda y bərabər a üstəgəl 1-də də bunun əksi ödənir. Yəni y bərabər a-da bu ifadə 131-dən böyük olsa, a üstəgəl 1-də də yenə 131-dən böyük olacaq. Yəni bu da o deməkdir ki, y bərabər 7-də 131-dən böyükdürsə, y bərabər 8-də də 131-dən böyükdür. Davam eləsə y bərabər 9-da da, y bərabər 10-da da 131-dən böyük olacaq. Bu şəkildə görürük ki, y-in 7 və 7-dən böyük bütün qiymətlərində bizə lazım olan, əlverişli olan bu bərabərsizlik ödənməyəcək. Bu səbəbdən mən nəyə baxıram? Y-in 1-dən 6-ya qədər olan qiymətlərində bu bizə əvvəl verilən bərabərliyin ödənib ödənmədiyin yoxlayıram. Yəni ilk olaraq burada y bərabər 1 halına baxaq. Deməli, y bərabər 1 olsun və bizə verilən bu tənliyi də göz önündə saxlayaq. Tənliyimiz necə idi? X kvadrat üstəgəl 2xy üstəgəl y faktorial bərabərdir 131-ə. Y-in yerinə 1 yazıram, onda nə olur? X kvadrat üstəgəl 2x üstəgəl 1 bərabərdir 131. X kvadrat üstəgəl 2x çıxılsın 130 bərabərdir 0. Buradan diskriminant tapsaq, diskriminant bərabərdir 2-nin kvadratı 4 üstəgəl 4 vurulsun 130. Yəni 4 üstəgəl 520. Bu da 524-dür. Lakin burada kök altında diskriminant nə olur? Kök altında 524. Bu da ki bir irrasional ədəddir. İrrasional. İrrasional ədəddirsə, onda biz kökləri tapanda irrasional köklər tapmış olacağıq. Çünki x nə idi? X nə idi? Mənfi b, yəni mənfi 2. Mənfi 2 üstəgəl çıxılsın kök altında d idi. Bölünsün 2. D kök altında d irrasional ədəddirsə, avtomatik bizim köklərimiz də irrasional olacaq, amma bizə tam ədədlər lazımdır. Birinci halı kənara qoyaq. İkinci halla davam edək. Y bərabər 2 olsun. Gətirib y-in əvəzinə 2 yazaq. X kvadrat üstəgəl 2-ni 2-yə vuranda 4 alınır. 4x üstəgəl y faktorial da 2 olur. Bərabərdir 131. Yəni x kvadrat üstəgəl 4x çıxılsın 129 bərabərdir 0. Biz tam ədədlər axtardığımızdan Reyet teoremindən istifadə edə bilərik. Əgər burada köklərimiz x1 və x2 olsa, bu köklərin hasili nəyə verəcək? Mənfi 129 verəcək. Mənfi 129 bunların cəmi nə verəcək? x1 üstəgəl x2 bərabərdir mənfi 4. Baxın, elə 2 tam ədəd varmı ki, hasilləri mənfi 129 eləsin, cəmləri mənfi 4 eləsin. Belə bir ikili mövcud deyil. Buna görə də ikinci halda kənara qoyuram. Üçüncü hala davam edək. Burada y bərabər 3 halına baxırıq. Y-in yerinə 3 qoyaq. X kvadrat üstəgəl 2x vurulsun 3 üstəgəl 3 faktorial bərabərdir 131. Yəni x kvadrat üstəgəl 6x 3 faktorial 6-dır. 131-i digər tərəfə atsaq çıxılsın 125 bərabərdir 0. Burada da yenə x1 üstəgəl x2 bərabər mənfi 6
x1 x2 bərabərdir mənfi 125. Burada da elə bir ikili tapmaq mümkün deyil ki, cəmləri mənfi 6 olsun. Yəni tam ədəd cütlüklərindən söhbət gedir. Hasilləri mənfi 125 olsun. Məsələn, burada düşünmək olar 25 vurulsun mənfi 5 kimi ya da mənfi 25 vurulsun 5 kimi yaxud mənfi 1 vurulsun 125 ya da mənfi 125 vurulsun 1. Görürük ki, heç birində bu cəm 6-ya bərabər olmur. Buna görə də 3-cü halı kənara qoyaq. Davam edək 4-cü haldan. Y-in 4-ə bərabər olduğu hal. Y 4 olduqda x kvadrat üstəgəl 2x vurulsun 4 üstəgəl 4 faktorial bərabərdir 131. X kvadrat üstəgəl 8x üstəgəl 24 bərabərdir 131. X kvadrat üstəgəl 8x 131-i digər tərəfə atdıqda çıxılsın 107 alınır. Bərabərdir 0. Yenə oxşar şəkildə x1 vurulsun x2 bərabərdir mənfi 107. x1 üstəgəl x2 bərabərdir mənfi 8. Ümumiyyətlə 107 sadə ədəd olduğuna görə x1, x2 tam ədədlərimiz mənfi 1, 107 ola bilər. Mənfi 107, 1 ola bilər. Hər iki halda cəmləri mənfi 8 eləmir. Ona görə də 4-cü halda belə getdi. 5-ci hala baxaq indi. 5-ci halda y bərabər 5 idi. Onda x kvadrat üstəgəl 2x vurulsun 5 üstəgəl 5 faktorial bərabərdir 131. Yəni x kvadrat üstəgəl 10x üstəgəl 120 bərabərdir 131. Davam edəsək, x kvadrat üstəgəl 10x 131 digər tərəfə atsaq çıxılsın 11 bərabərdir 0-a. Bunu vuruqlara ayıra bilərik. Hansı şəkildə vuruqlara ayrılır? X üstəgəl 11 vurulsun x çıx 1 şəklində vuruqlara ayrılır. Bərabərdir 0. Buradan köklərimiz nə olur? x1 bərabərdir 1, x2 bərabərdir mənfi 11. Bir dəfə bunu 0 edirik, bir dəfə bunu 0-a bərabər edirik. Onda y bərabər 5 olduğunda x-imiz 1 və mənfi 11 ola bilər. Onda bizim buradan tapdığımız həllər 1, 5 və mənfi 11, 5-dir. İlk iki həllimiz buradan gəldi. Və bizim axırda bir dənə də halımız qaldı. Hansı ki, dedik ki, y-in 6-ya qədər qiymətlərində bunu yoxlayacaqdıq. Ona görə y bərabər 6 halına da baxaq. Y bərabər 6 halı. Deməli, 6-cı hal. Y bərabər 6 olsun. O zaman x kvadrat üstəgəl 2x vurulsun 6 üstəgəl 6 faktorial bərabərdir 131. X kvadrat üstəgəl 12x üstəgəl 720 bərabərdir 131. X kvadrat üstəgəl 12x çıxılsın 589 bərabərdir 0. Baxın, x tam ədəddir. Bu x-a bölünür, bu x-a bölünür, 0 da x-a bölünür. Deməli, 589 da x-a bölünməlidir. Yəni, yazırıq 589 x-a bölünür. Araşdıraq ki, bu 589 hansı ədədlərə bölünə bilər? Yəni, sadə ədədlər yoxlayacağıq, əlbəttə ki. Belə bir qayda var. Hər bir ədədin, yəni hər bir mürəkkəb A ədədinin kök altında A-dan kiçik bir sadə vuruğu olmalıdır. Yəni, bu 589-un da kök altında 589-dan kiçik bir sadə vuruğu olmalıdır. Kök altında 589 da təxminən eynir 24 tam irrasional ədəd olduğundan 24 tam neçəsə bir irrasional ədəddir. Yəni 24 və 24-dən kiçik sadə ədədlər də yoxlayaq. Məsələn, 23 var, 19 var, 17 var, 13 var, 11 var, 7 var, sonra 5 var, 3 var, 2 var. Tək ədəd olduğundan 2-yə bölünmür. Sonra rəqəmləri cəmi 3-ə bölünmədiyindən 3-ə də bölünmür. Son rəqəmi 9-dur, ona görə 5-ə bölünmür. 7-yə də yoxlasaq, 7-yə də bölünmür. Sonra 11 var. 11 də böləndə, yəni çubuqlu bölümü ilə 11-ə də bölünmür. 13-ü yoxlayaq. 589-dan 13-ün 3 mislin çıxsaq, yenə 13-ə bölünəcək. Əgər özü də 13-ə bölünürsə. Yəni 589 çıxılsın 39. Bu da 550 eləyir. Hansı ki 550 13-ə bölünmür. Oxşar şəkildə yoxlayanda da görürük ki 17-yə də bölünmür. Amma 19-a bölünür, səhv eləmirəmsə. 589 bərabərdir 19 vurulsun 31 edir. Eləmi? Aha, 19 vurulsun 31. Onda deməli, gəlin. Burada x kvadrat üstəgəl 12x-in əvəzinə yazaq 31x çıxılsın 19x. Çıxılsın 589 bərabərdir 0. Burada x-i çıxardaq söylə x vurulsun. X üstəgəl 31 çıxılsın 19 vurulsun. X üstəgəl 589, 19 vur 31 idi. 19-u çölə çıxartdımsa bu ixtisar olunacaq 31 qalacaq. Üstəgəl 31 bərabərdir 0. X üstəgəl 31-i mötərizə xaricinə çıxaraq qalır x çıx 19 bərabər 0. Buradan da x1-imiz mənfi 31, x2-miz 19 alınır. Deməli, y bərabər 6 üçün 2 dənə x tam ədədimiz var ki, bu şərti ödəsin. Yəni, buradan da həllərimiz nə olur? Mənfi 31, 6 və 19, 6. Y bərabər 6 üçün də 2 dənə həllimiz tapıldı. Deməli, verilən bərabərliyin 4 fərqli həlli var imiş. 1, 5, mənfi 11, 5, mənfi 31, 6, 19, 6. Bu qədər. Əgər video sizlər üçün faydalı oldusa, kanala abunə olub, like atmağı
unutmayın. Sağ olun, gələn videolarda görüşənə qədər.